Hər kəsdə 4 xüsusiyyət olarsa, nə qədər günahları olmuş olsa da Allah Teala o günahları bağışlayar, onun yerinə yaxşılıqları yazar. Bunu mən demirəm, bunu Quran-ı Kərim buyurur. Əl-Furqan surəsinin 71-ci ayəsi. Yubəddilullah seyyiatihim həsənat və kanallahu gafurur rahima. Allah Teala onların pis əməllərini yaxşı əməllərə çevirərək Allah onları yaxşı əməllə mükafatlandırar. Allah bağışlayandır, rəhmədəndir. Bu Quran-ı Kərimin cavabıdır. 4 dənə xüsusiyyət hər kimdə olsa o çox gözəldir. Xoş onun halına. Birincisi, həyatda doğru danışan. Doğru danışan insanların hayası özündə olacaq. İnsan yalan danışdıqca hayası itir. Yavaş-yavaş, tədricən. Həyatda bunu da bilin. Dəyərli dostlar, çox uzatmaq istəmirəm fikrimi və verilişi. Tam xoşbəxtçilik də yoxdur. Bizi nə qədər yüzlərlə insanlar izləyir. Həm TikTokda bəlkə minlərdir. Tam həyatda xoşbəxt insan yoxdur. Kim ki desə mən xoşbəxtəm, suallar meydana çıxacaq. Tam xoşbəxtçilik yoxdur, tam bədbəxtçilik də yoxdur. Bu xoşbəxtçilik nisbidir, bədbəxtçilik də nisbidir. Xoşbəxtçiliyin etabı tədricidir, yavaş-yavaş insan xoşbəxt olur, bir əməl eləyirkən. Məsələn, doğru danışın. Bax, bu günləri söz verək özümüzə ki, mən yalan danışırdım, artıq Rəbbim, artıq utandım. Yəni, həya etdim, mən bildim ki, günahdır, cəhənnəm əzabıdır və mənim yaxşılıqlarım aradan gedir. Mən tövbə edirəm. Rəcəb ayında tövbə edirəm. Əstəğfirullah Rabbi və ətubu ilə. Allahım, yalan danışmayacağım. Siz özünüzü yoxlayın, biraz təftiş eləyin. Gör nə qədər Allah rəhmət qapılarını açacaq. Bir. İkincisi, həyalı olmaq. Həyalı olan insanların nə qədər həyalıdırsa, insan bəzən çox üzr istəyirəm, pula ehtiyacı var. Evdə bəlkə bir dənə çörəyi var, onu ehtiyatla yeyir, ehtiyaclı halda yeyir, amma gedib kimsənin qapısını döymür ki və həya pərdəsini yırtmır ki, mən acam, ehtiyacım var, ay qardaş, ay bacı, ay ata, ay ana ver. Yox, həyasını qoruyur, xoş onların halına. Onların günahları da yaxşılıqlarla əvəz olunacaq. Üçüncüsü, xoş xasiyyətli olmaq, xüsusilə ailədə. Ailədə xoş xasiyyət olun. Ailədə çalışın, ailəni düşünərək, uşaqları düşünərək tünd xasiyyət olmun, bəd xasiyyət olmun. Hədislərdə var, cəhənnəm əzabı dadan insanların çoxu ailədə bəd xasiyyətdir. Yəni, deyincən, vuruşan, niyə çay belə gəldi, niyə filan şey belə getdi, niyə işıq söndü, niyə yandı, nəysə. Xoş xasiyyət ailədə olmaq insanların günahlarının bağışlanmasına səbəb olacaq və dördüncüsü, hər şeyə şükranlıq etmək. Hər şeyə şükür etmək. Halımızın bütün vəziyyəti yaxşı da olarsa şükür, pis də olarsa şükür.